Xoşqədəm çox əvəzsiz evladdır. Əməkdar jurnalist Xoşqədəm Hidayət qızına növbəti ağır itki üz verib. Səni axtarıram layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayət qızının atası Hidayət Baxşəliyev bugün səhər saatlarında vəfat edib. Aparıcı bununla bağlı paylaşım edib. O, atası ilə bağlı bunları yazıb. Bu dünyadan bir kişi adam kimi adam gəlib keçdi. Yurt həsrəti ilə qovruldu, dərddən xəstəlik tapdı. Yurduna, balasının ziyarətinə xəstə canla getdi. Amma getdi. Mənimlə getmək istədi yurduna. Qırılmış qəlbim imkan vermədi arzusu gerçəkləşsin. İndi çox üzgünəm. Fotoda yanında deyiləm deyə. Bağışla məni, ata. 2 arzunu həyata keçirə bilmədim. Məndən asılı olmayan səbəblərdən. Ürəyimdə böyük bir yara kimi qaldı. Sən mənim yer üzündəki Allahım idin, qoruyucu dağım idin. Allahdan sonra tək sığındığım limanım idin. Bağışla, səni bir ömür yanımda saxlamaq əlimdən gəlmədi. Xoşqədəm Baxşəliyevanın bir neçə həftə əvvəl anası Ofeliya xanım da dünyasını dəyişmişdi. Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi. Heç bir şey fikirləşmə. Allahdan xahiş eləmişəm ki, mənim bu uşaqlarımı burada, bu Türkiyədə sınsıtma. Mənə imkan ver. Onların xatirəsi üçün, burada sınsımamakları üçün, burada çətinliklərə düşməmək üçün mən qayıdım öz vətənimizdə ölüm. Qorxma deyim qızım. Vətənə qayıdacağım. Burada mən siz